Sualda bizdən tənliyin həqiqi köklərinin sayını soruşur. Gəlin suala baxaq. Burada tənlik bu formadadır. Bərabərdir 0-a. Əgər A bölü B şikəsi 0-a bərabərdirsə, A 0-a bərabərdir. Buradan da yəni sürət x vurulsun x plus 2 vurulsun x kvadrat çıxsın 4 bərabərdir 0-a. Burada da yəni bunların hər biri ayrılıqda 0-a bərabər olmalıdır. Burada bu 0, burada x mənfi 2, burada isə ayırsaq müsbət mənfi 2. Burada indi 0 burada olar. Amma burada mənfi 2 olmaz. Çünki kökün altında mənfi olmaz. Burada müsbət 2 də olmaz. Çünki kök 2 çıxsın kök bərabər olacaq 0-a. Bu da olmaz. Ancaq deməli 0 olur. Cavabımız da 0-dır. Yəni tənliyin bir həqiqi kökü var.